Film o ara Vətəndaş A seriyalı Azərbaycan bizim öz filmlərimizdə. Ola bilər. Orada yox, mənə demə. Həmin baş qəhrəmanı yazırsan, həmin baş qəhrəmanın mənfi xüsusiyyətlərini, həmin baş qəhrəmanın müsbət xüsusiyyətlərini və sən o filmi çəkən rejissor olsaydın, o filmi necə canlandırardın? Necə dəyişərdin və ümumiyyətlə dəyişiklik eləmək istəyərdin? Bəs dəyişiklik eləmirik, ardını gətirmək istəsək. Onlar ardından bir-iki istat yaza bilərsən. Başlayaq. Mütləq baxdığınız bir film, filmdən götürdüyünüz ideallar var. Baxmayanlar oxuduğu kitabdan yazsın, oxuduğu bir əsərdən yazsın. Necə yəni? Hansıdır bu deyək, biz kitab oxumuruq, mən filmə baxmırıq. Əvvəl boş vaxt olur. Hətta mən yazdığım filmin tamamında hazırlayıb PDF-lər satmışam. Deyir ki, kitab oxumağa vaxtım yoxdur. Heç yoxdur. Heç vaxtın yoxdur, yoxsa kitab oxumağı və filmə baxmağı sevmirsən? Sevmirsən. Amma sevsəydin, biz sevdiyimiz hər şeylərə mütləq zaman ayırmağı bacarırıq. Sevdiyimiz insanlara, sevdiyimiz əşyalara, sevdiyimiz mühitə zaman ayırmağı bacarırıq. Məsələn, mən sevdiyim bir adlardan. Ola bilər. Çünki sən onu sevirsən. Mən filmə baxmağı çəkim. Ola bilər ki, bir kitab oxumusan, həmin kitabdan məsələn yaza bilərsən. Kitab yox, amma filmə baxmağı oxumuşdum. Hətta yəni boş vaxtım olmasa da onu belə baxmağı Tamam, yaz görək nə çıxacaq, kimdə nə çıxacaq. Yüzüdə hamı bitirsin, bəlkə kim bu sənə kopyalayacaq. Sən də onu deyən şəkilini seçirsən. Birbirinizden yanıtlar almayın. Spider-Man olan yazmaq anlamı. Birbirinizden fikirler almayın. Onu yazdığınıza gəldik. İstədiyimiz necə dəyişdirək? Öz fikrimiz yəni o xarakterin ruhayəsi necə yəni? Mən də o mütləq körlü təəssüratlı vaxtında izahlı olurdayız. Yəni səbatlığa baxan necə olacaq? Ben bu böyle olsa, onun yerine olsa ben bu filmi böyle çekerdim. Yəni 10 yerin olsa salsar gəlmir, salsar da baxarız. Evet, başlayalım. Necə? Onlar Azerbaycan filmlerinden de olmaz. Ne de olmaz. Filmdəki baş qəhrəmanımız nə idi? Van Bey'də şey yox. Gəliydi, yedi ev qaldı. Yox, başqa. Yedi ev qaldı. Gəl ağlıma oynayalım. Hamı biraz bitirsin sonra. Özümdən səbirli olmaq istəməzdim. Məncə özümdən səbirli olmaq istəməzdim. Ola bilmirəm. Nəsə qədər desəm, ola bilmirəm. Her yenilde bakın. Her yenilde. Mən evdə şu an. Hər yeni yapmaları çəkirlər. Şöyle yazalım. Yazalım. Kötü öbürsüne. Vaktimiz az değil şu an.
İşbak evləri. Yazmağın da Vətəndaş adı. O yazılır. Deməli, mən baxdığım filmin həm özünün kitabı da var. Yəni kitab o karantina. O kitabı elə bir kitab yazılıb da daha sonra bir neçə sonunda da oxumuşam. Karantina filmində Onur Zorlu ən çox belə sevdiyim şeydir. Onur Zorlu. Onur Zorlu ana xarakterdir. Orada elə bir biraz sərt, kobud, biraz belə kitabda elə yazılıb. Yəni mən olsaydım o biraz daha anlayışlı, biraz daha yəni sərt olmasın. Daha yumuşaq hallar kimi gəlirdi. Amma kitabın yazılmasında məncə onların içindəki o Bilirəm, amma yəni onu bilirəm. Tamam, müdaxilə edirsiniz. Kitabla falan alıb, amma yəni biraz daha anlayışlı olmağı daha istəyərdim. Və sən rejissor olsaydın, o filmi necə dəyişərdin? O filmi necə dəyişərdim? Biraz daha necə deyim? Onurun o xüsusiyyətini əvvəldən bizə bildirərdim, mən olsaydım ki, niyə yəni aqressiv olmasının səbəbləri. Sən onu yazmışsan. Deyirsən, bu yana karantina kitabını oxumuşsanız. Baxmısan? Aha, deməli sən idealın orada Onurdur. Onur və rejissor olsaydın, istərdin ki, onun daha çox yumuşaq xarakterli olsun. Bəli, bir də orada onun öz atası deyil, düz ögən, aslında o qatil olur. Yəni, hər cürə onun başına oyun gətirir, onun daha da xəstə olmasını, Onurun bəli, onun daha da xəstə olmasını inandırır ki, onu sən xəstəsən, daha da deyək ki, hərbə məsələ dəstək olacaq. Yəni, Onur da bunu öyrəndən sonra, biraz daha necə deyim, eyniləri Psixologiyası daha da belə deyəndə dərinləşir. Tamam, yaxşı. Sonra Vətəndaş A filmi bizim özümüzün serialıdır. Orada Almaz müəllimi. Mənfi cəhətləri. Nədir mənfi cəhətləri? Mənfi cəhətləri mənim fikrimcə mənfi cəhəti yoxdur. Mənfi cəhəti yoxdur. Aha. Müsbət cəhətləri nədir? Müsbət cəhətləri yəni o qədərdir ki, say bitməz. Məsəl üçün, bir-iki dənə müsbət cəhəti. Məsəl üçün, filmin mövzusu o idi ki, qısa konkret, yəni məzmunu o idi ki, hər hansı bir ölü kəndi idi. Ölü kəndi yəni ki, fikircə çox yerdə qalmış, Sovet dövründə kimi qalmış. Ancaq Almaz müəllimə kəndə gəldikdə bir ay ərzində kəndi abadlaşdırır, kənddə ədalətin yerinə oturmasını, necə deyim, yerinə yetirir. Rejissorun yerində olsaydım, filmə çox az dəyişiklik edərdim. Məsələn, filmin ardını gətirərdim. Şəxsən mənə çox maraqlı qaldı ki, o kənddə abadlaşdırdıqdan sonra kənddə nə kimi dəyişikliklər oldu, ədalət yerinə oturdu mu? Sözünüzün mənə də maraqlı qaldı. Baxın, rejissorlar film çəkəndə bu kimi maraqları insanlarda özləri qəsdən oyadırlar ki, film daha da maraqlı olsun. Filmin davamı gəlməməsi bununla bağlıdır ki, insanlar daim o filmi düşünsünlər ki, görəsən necə oldu o kənddə vəziyyət, görəsən orada, məsəl üçün, o qızla oğlan var idi. Səyidlə Fərqanə var idi. Məsələn, insanlar düşünsünlər ki, Səyidlə Fərqanənin axırı necə oldu, onlar universitet getdilərmi, o uşaqların universitet həyatları necə oldu? Bunlarla bağlı insanlar daim o filmi düşünsün deyə bəzən rejissorlar filmlərin arxasını çəkmirlər ki, film insanların yaddaşında qalsın.
Bax, sən bunu düşünmüsən, o film sənin tək zaman yadından çıxmayacaq. Və sən özlüyündə düşünürsən ki, bu film oyda, bu film necə də uğurlu bir filmdir. Hətta məni sevindirdi ki, Azərbaycan var, yəni ki, mən heç fikirləşməzdim ki, Azərbaycanlılar belə qəşəng film çəkərlər. Yəni, hətta bu filmdən sonra mənim Azərbaycan filmlərinə marağım oyandı. Mənim də yenə. Aha, tamam. Sonra kim oxumaq istəyir? Ben kino yazmışam. Kinonun adı Kardeş Payı. Kardeş Payı. Bu kino sən özün yazmısan. Ben yok yani. Ha, var elə bir film var. Kardeş Payı bir film var. Aha. Kinoda. Kino var. Aha. Orada baş qəhrəmanlardan biri Ahmet Kurar'dı. Aha. Ona sevdiğini az belirterdim kinoda. Kinoda digər qardaşın Ahmet Kurar sevdiği kadına az bir şey belirterdim. aha, sevgisini daha az belirtməyini sən rejissor olsaydın belə qurardın. Ahmet Kurar aslında bir değil yani. Aha, tamam. Yaxşı, orada sənin üçün ən ideal obraz hansıdır bəs? Şimdi Ahmet Kurar. Aha, tamam. Rejissor olsaydım da karakterlerin əlamətlərini eyni olardı və 3-cü sezonu çəkərdim. 3-cü sezon çəkərdim. Tamam, yaxşı, əla. Sonra kim oxumaq istəyir? Oxu. Mənim ən çox sevdiyim film Türklərin Dağ filmidir. 2 bölümdə var. Nə filmi? Dağ 1 və Dağ 2 filmidir. Yəni vətənpərvərliyə aid bir filmdir və orada özümə ideal kimi seçdiyim personajın özü adı Bekirdir. Aha. Onun Bekir. Bekir bir çox problemi olmasına baxmayaraq öz daxilində olan vətənpərvərlik hissini hər şeyin üstün tutur və nəyin bahasına olursa olsun, yəni sonuna qədər vətən uğrunda mübarizə aparmaq hər şeyin üstün tutulur. Düzdür, pis xüsusiyyəti odur ki, birinci bölümdə biraz səbirsiz davranır. Amma yəni Bəs sən o film rejissorunun yerinə olsaydın, nələri dəyişərdin o filmdə? mən o filmin rejissorunun yerində olsam heç bir şey dəyişməzdim. Çünki o film olduğu kimi insana, yəni o hissi içində yaşadan insana çox şeyləri daha da yaxından başa düşməyə kömək edir. Yəni mənim fikrimcə o film olduğu kimi daha yaxşıdır. Olduğu kimi daha gözəldir. Bəli. Tamam. Sonra oxu. Sən də Fərənsin yazmışsan. Mən sənə dəyişdirdim. Dərsdin? Aha, tamam. Harry Potter. Harry Potter. Oo, maraqlıdır, maraqlıdır. Harry Potter. Mən bu kitabı, başda deyim ki, hər il dekabrın birinci kitabdan başlayıram, ilin axırına kimi birinci kitablara oxuyuram. Harry Potter. Bəli, mən bütün kitablarını oxumuşam, filmlərini. Mən burada Dumbledore xarakterini, yəni özümə ideal götürərdim. Müsbət xüsusiyyətləri olaraq, həmişə Dumbledore bütün problemlərə başqa gözlə baxırdı. Hər şeyə bir, necə deyim, çözüm yolu tapırdı. Mən xüsusiyyətdən götürərdim ki, Dumbledore həmişə ölümün gözünə dik baxırdı. Nə zaman olursa olsun, Qorxmasaydı. Bəli, heç də baxmırdı. Bəs nə dəyişərdin o filmdə, rejissor olsaydın? Mən əgər rejissor olsaydım, Dumbledore, Harry Potterin, yəqin ki, bütün hamı tanıyır o xarakteri. İstəyərdim ki, Dumbledore-a ən çox ehtiyacı olan vaxtda Harry Potteri, daha doğrusu Harry Potterin Dumbledore-a ən çox ehtiyacı olan vaxtlarında ölməsini istəməzdim. Harry Potterin ehtiyacı olan vaxtda Dumbledore-dan ölməsini istəməzdin. Dəyişərdin olsa. Biraz da yaşamaq istəyirəm. Yaxşı, sonra? Mən Türkiyənin Hatice nə vaxt çıxdığı yadımda deyil, amma bir Möcüzə adlı bir filmi var. Ki, əslində bu film sadəcə bir hissədən ibarət idi, sonra ikinci sezon çəkildi. Deməli, bu filmdə köhnə bir kənd, əslində bizim Vətəndaş A filmimizə biraz bənzəyir. Deməli, köhnə bir kənd olur. Yəni, bu kənd tamamilə geridə qalmış, yəni heç bir şeydən xəbəri yoxdur, tamamilə yəni, illər öncədən, necə deyim, qayda qanunları ilə davam edir, burada məktəb yoxdur. Və bir şəhərdən bir müəllim göndərilir ora, o müəllim öz ailəsini qoyur gəlir ora və burada dərs gedəcək bir məktəb olmur. Artıq özü yəni özünə kömək edir və bir tikili tikirlər. Həmin yerində bir kənarında özü yer ayırıb, orada isə özü yaşayır və orada kəndin bütün uşaqlarına dərs keçir. Ki, əvvəl orada qızları da qoymurdular, yəni ailələr qoymurdular qızları təhsil alsın. Bu zaman o deyir ki, öz-özünün, yəni əgər qızlarınızın təhsilə icazə verməyəcəksinizsə, mən buradan qoyub gedəcəm. Yəni beləliklə bir təhər artıq qızları da məktəbə cəlb edildikdən sonra orada bir xəstə insan olur ki, yəni ətrafda hər kəs ona yəni çox pis baxır. Belə deyim, bir növ bullying edirlər. Yəni o biraz fiziki qüsurlu olur, amma özlüyündə çox yaxşı insan olur.
Yəni və heç kim ona yaxın durmur. Hər kəs ona pis baxır. Yəni hər kəs ona belə deyə bilər, alçaldır. Və həmin o müəllim isə deyir ki, gəl mən sənə məktəbdə dərs keçim, ya mən sənə öyrədim. Fiziki qüsurlu olduğu üçün danışa bilmir, hərəkətləri biraz çətin olur. Artıq o da onunla yola gedə bilmir əslində. Bir müddətdən sonra nə qədər həmin müəllim onunla danışdıqdan sonra onu məktəbə cəlb edə bilir. Beləliklə uşaqlar üçün ona dərs keçir, danışmağı öyrədir, yazı öyrədir. Sonra isə artıq həmin kəndin qayda-qanunlarına uyğun olaraq onu evləndirirlər və həmin necə deyim, onun qadınlarına da onun qüsurlu olduğu üçün çox böyük bullying tətbiq edirlər kənd əhalisi. Və müəllim onu gizlicə deyir ki, ona bir məkan göstərir, deyir sən get bu məkana, mən sənə insan ayarladım. Onu aparırlar onun öz ailəsinə. Yəni müəllim onu öz ailəsinin yanına göndərir, amma özü kənddə qalır. Müəllim kənddəki işini həyata keçirdikdən sonra təzədən öz evinə dönür və orada onu, necə deyim, ona təlimlər keçir, onu öyrənir. Və artıq o illər sonra kəndə dönür, tamamilə fiziki qüsuru falan yoxdur, çox gözəl danışır. Birincisi isə burada, əslində film burada bitirdi, amma filmə çox böyük maraq oyandığı üçün ikinci hissəni isə o İzmirdə necə deyim, ona təlim keçirlər, necə öyrədilər, onun həyatın çətinliyini göstərir. Aha. Və sən rejissor olsaydın, bu filmi nəyi dəyişərdin? Mən rejissor olsaydım əslində burada, necə deyim, kəndin sonunda, yəni kənd əhalisi bir qismi sadəcə təzə şəhərə gəlirlər onlarla birlikdə. Və beləliklə şəhərin, necə deyim, daha aydınlığına qovuşurlar. Amma digər kənddə qalan hissənin də, necə deyim, ya kəndin daha şəhərləşməsi, daha müasirləşməsini istəyərdim. Filmdə, belə deyəm də, belə proyektlər əlavə eləyərdin ki, kənd daha da gözəlləşsin, daha da abadlaşsın. Əla, başqa kimsə danışmaq istəyir? Heç kim danışmaq istəmir? Yaxşı. Uşaqlar, indi mən sizə sırf öz daxili aləminizi ortaya qoymaq üçün və öz daxili aləminizin ən əsası özünüzün bələd olması üçün bir tapşırıq verəcəm. Tapşırığımızın adı mənim özümdür. Hər kəs özünü hansı formada necə görürsə, bu indi ola bilər, gələcəkdə də ola bilər, yəni necə görürsə, onun qarşınızda olan tərəflərdə təsvir edin. Və bunu heç kimə göstərməyim, mən sadəcə gəlib sizin yanınızda baxacam. Məsəl üçün, təsvir edilməyəndə özünüzün rəsmini çəkin. Yəni, bunu nəzərdə tuturam. Və özünüzün indiki halda olduğunuz mənfi xüsusiyyətlərinizi yazacaqsınız ora. İndiki halda, bugününüzün mənfi xüsusiyyətlərini yazacaqsınız. Və biz sadəcə həmin mənfi xüsusiyyətlər üzərində öz məninizi aşkara çıxardacağıq. Şəklini seçirik. Öz məninizin şəklini çəkirsiniz, bəli, və özünüzü təsvir edirsiniz və özünüzün mənfi bu gün üçün, keçmişdə elədikləriniz yox, bu gün üçün mənfi xüsusiyyətlərini yazacaqsınız.
Müsbət cəhətlərin siyasını. Ancaq mənfi. Siz bir şey yazmalısınız. Nə qədər mənfi? Müsbətlərin ismini yazın. Yəni, Yox. Ancaq mənfi var. Ancaq mənfilərini yazırsan. Müsbət yazan necə var? Mən indiyə mənfi yazdım, gəlsən müsbət. Güzel. Ama diğer bir derece var. Gələcəkdəki halını da seçirik. Yok, bir dənə indiki alını seçirsiniz və indiki mənfi xüsusiyyətlərinizi yazırsınız. Mən gələcəkdə özümə yazıyorum ya. Yalnız indiki halımızı yazır. Bu indiki məninin mənfi xüsusiyyətlər. Aha. Başlayaq mənfi xüsusiyyətlərinizdən. Sən hansı mənfi xüsusiyyətlərini yazırsan? Vaxtımı düzgün idarə edə bilmirəm. Bunun üzərində hal-hazırda çalışıram. Aha, səncə bir dənə mənfi xüsusiyyətin var, o da vaxtını düzgün idarə Bir edir. də qorxuram ki, xarici gedəndə təhsilimi tam davam elətdirə bilməyim və təhsilim yarıda. Bu qorxuları yaradan səbəbləri. Necə? Niyə qorxursan ki, xarici yerin davam etdirə bilməyəsən? Çünki dil biliyim tam, yəni ki, tam hazır deyil. Ona qədər hazırlaşdıra bilərsən də disiplinə. Tamam. Sən nə yazmısan? Hansı mənfi xüsusiyyətini yazmısan? Çox sakit olmağım, Aha. tez qəlbəmin qırılması, Aha. kimi sevdiyi istəyir unutmaq. Unutmursan. Onun özü sənə ziyandır, bilirsən də onu. Tamam. Nələr hansı mənfi xüsusiyyət yazmısan? Mən gec durmaq, vaxtında harasa gedə bilməmək, tez əsəbləşmək və insanlara biraz güvənməmək arasında qalmaq. Aha, yanlışı. Sən hansı mənfi xüsusiyyətini yazmısan? Bu mənfi xüsusiyyətlərini yazmışam. Hər kəs özü kimi bilmək. Aha, hər kəsi özü kimi bilmək, yəni hər kəsə inanmaq. Aha, sonra. Görək olmalı. Aha. Bir də ətrafımızda olan insanlardan tamam fərqli olmalı. Yəni, düşüncələrini daha fərqli. Düşüncələrin daha fərqli və daha yaxşı olmalı deyək buna. Yaxşı tərəfləri var, pis tərəfləri. Pis tərəfləri də var. Aha, bunun üzərində danışa bilərik. Mən də hər şey çox tez inciməyi, Aha. eyni zamanda ən kiçik problemdə belə stresə girə bilməyi, mən fikrimin çox tez yayıla bilməsi, Aha. bir də biraz yəni kindarlığı. Aha, tamam. Sən? Boyun balaca olmayı. Aha. Mən də oyuncu balaca olmaq. Aha. Sonra bir daha bu, ən böyük problemin boynu balaca olmaq. Bu cümlesi ən böyük problem. Başqa problem yox. Hər şey gözəl. Bu problem deyil ki. Ha, sən necə problem? Ya, sən problemsiz Yox, problemsiz deyiləm, sadəcə problemlərim haqqında danışmalıyım. Bak, okey, buna anlayış göstərdik. Daha da ileride olabileceğim diye, yani buna potansiyelli olabilir ve bunun için eylem çalışmırdım. Ama indi buna çalışmaya başlamışım, yani daha da ileri gedirəm. İki, vaxtımı düzgün bölə bilməməliyim. Aha, bu Üç, çox böyük bir səbirsizlik problem. olmağım. Aha. Sən? Mən
Mən hər kəsi özüm kimi bilib, onlara güvənib inanmağım. Aha. Sonra mən də vaxtımı düzgün və səmərəli istifadə edə bilmirəm. Və pul yığa bilmirəm. Pul yığa bilmirsən. Şimdi bilirsən pul yığa. Aha, sən işte Sakit olmağı, ən böyük problemin sakit olmağı. gecə yata bilməməyi, Aha. az yemək yeməyi, Sonra hər kəsə yaxşılıq edib, amma o yaxşılığa layiq olmamalı. layiq olmamaları. Niyə belə düşünürsən? Çünki layiq deyirlər də. Aha, yaxşı. Bir də yemək. Ən böyük problemin oxumaq istəmirsən. Oxuya anlayış göstərik. Buyur, oxu. Oxu. Biraz aqressiv və əsəbi olmaq. Aqressiv və əsəbi olmağın, sonra Hər günə ayrı bir gərginlik qoyaq. aha, gərgin olmağın, Hər dəfə bir üzrə insan görüb, yəni stressli olmağı. stressli olmağın, qorxmağın. Və birini sındırmaq qorxusu. Yəni o insanı mən hər an sındıra bilərəm. Yəni fərqində olmadan belə yəni sındıra bilərəm. Okey, yaxşı. Planlı olmamalı. Planlı, proqramsız olmalı. Bəli, proqramsız dərslərimdə olan bəzi qorxular, yəni bəzi qorxularım var ki, məsələn, bugün hər gün hazırlıq oldu məndə. Hər gün məsələn ayrı bir qorxum var ki, yəni bugün görəsən deyəcəm mən, zəif cavab verəcəm, yoxsa güclü. Sınavda görəsən nə qədər yazacağam mən. Sonra Məndə mənfi cəhətini düşünürəm ki, biraz tez incimək və tez əsəbləşmək ola bilər. iki mənfi cəhətim var. Onu demirəm. Birinci tez incimək, biraz tez əsəbləşmək, amma çox kənarda elə deyirəm. Və çox çəkinirəm ondan. Çox gülmək. Çox gülmək ən böyük problemdir, məncə də. Məndə də çox gülmək. Mən yanında kim olsam onu güldürürəm. Amma güldürürsən. Bir də bəzi Əslində insanlar güldürmək gözəldir. Bax, uşaqlar, gülmək, ətrafa gülüş satmaq, pozitiv olmaq çox yaxşı bir şey. Amma hər şey zamanında və yerində gözəldir. Yəni hər şeyin bir zamanı var, bir yeri var, bir vaxtı var. Sən dərsdə dur, cəmaatı güldür ki, mənim gülməyim gəldi, sən də dəstəklər. bu. Mən də Məncə bunlar üzərində işləməlisiniz. Mən çalışıyorum. Yox, işləməlisiniz deyəndə bir psixoloji dəstək almalısınız bununla bağlı. Həqiqətən. Bu məktəbinizin psixoloquna yaxınlaşın. Yaxşı. sonra mən çəkinirəm. Biz belə deyəndə seans dönəmində 1-2 seans, 3-4 seansa qədər çəkinmə normaldır. Amma 3-4 seansdan sonra artıq səninlə həmin psixoloq arasında bir bağ oluşur və sən ondan çəkinirsən. Mən çox zaman, hətta yəni bir çox zaman yox deməyi bacarmıram. Bunun mənim üçün ətrafındakılar da bunun mənim üçün mənfi təsirlərin olduğunu deyir. Mən də bunu fikirləşirəm, bilirəm, anlayıram, amma yenə də həmişə elə bir stres yaradanda qarşıdakının duyğularını özümün duyğularından daha çox üstün tuturam. Amma qarşısındakı olan insanı özündən daha üstün tutmaq heç yaxşı bir şey deyil. Bilirəm, anlayıram, amma yenə də o əlində olmur da. Uşaqlar, indi baxıram ki, çox gərginik və bu gərginliyi aradan qaldırmaq üçün gəlin son olaraq bir relaksiya çalışması eləyək, rahatlayaq, sonra gedək evə. Hə? İndi əlimizdə olan nə varsa qoyuruq qırağa. Əlimizdə olan nə varsa. Elə təsəvvür edirik ki, çox rahat bir yerdəyik, çox hər şey çox yaxşıdır, rahatlayabilirik biz-bizi. Bunu anlayışla qarşılaya bilərik. Bunu istəmirsə, qatılmaya bilərsən. Aha, yeniyəcək, otururuq. Aha, deməli, bax. Oturduqdan sonra əlində heç nə olmaz. Ayaqlarımızı düz qoyuruq, bunu tərzdə qoyuruq. Ayaqlarınızı elə qoyun ki, tamamilə yerə bassın ayaqlarınız. Aha. Və əllərimizi dizlərimizin üstünə gətiririk. Sanki bədənimizdə böyük bir gərginlik varmış kimi düşünürük. Bəlkə də var bəzilərimizdə. Aha, və bu düşüncə ilə gözümüzü yumuruq. Bir müddət çətin ola biləcək sizə, amma son zaman keçdikcə, bunu dəqiqələr keçdikcə daha rahatlaşacaqsınız.
və içərinizdə olan bütün negativləri, bütün mənfi düşüncələri, bütün aqressiyaları bu dizlərinizi sıxaraq özünüzü rahatlamağa çalışın. Nə qədər aqressiv düşüncələr varsa, nə qədər mənfi xüsusiyyətlər varsa, nə qədər mənfi davranışlar varsa, həmin dizinizi bərk şəkildə sıxaraq həmin aqressivliyi ora yansıda bilərsiniz. Aqressivliyinizi dizlərinizə ata bilərsiniz. İndi yavaş-yavaş bunu etməyə bacaraq. Dizlərimizi nə qədər bərk sıxsaq, içimizdə olan aqressiya və narahatlıq bir o qədər bizdən tez uzaqlaşacaq. Və onunla yanaşı burnumuzdan nəfəs alırıq, ağzımızdan verməyə çalışırıq. Sıxdığımız zaman sıxırıq. Bu tərzdə rahatlamağa çalışırıq. Dizimizi nə qədər bərk sıxsaq, o qədər də tez rahatlayacaq. Nəfəsi unutmuruq. Nəfəs mütləqdir. Nəfəsi unutmuruq, gözümüzü açırıq, nəfəs mütləqdir. Və özünüzü nə zaman hazır hiss edəsəz, yavaş-yavaş öz dizlərinizi buraxa bilərsiniz. Necə istəyirsiniz özünüzü? Çünki sən heç eləmədin. Necə istəyirsiniz özünüzü? Ən çox yaxşı eləyən uşaqlardan biri sən idin. Çox fikir verirdim sənə. Daha elə bil ki, belə deyim, diqqətini toplamışdın dizinə və içdən eləyirdin. Mən düşünürəm ki, səndə daha yaxşı işə yaradı. Siz nədir? Gözüm açandan sonra da ki, fikirlərim hamısı mənim getmiş kimi oldu. Başqa bir aləmə gəlmişim hissələrim. Sonra ümumiyyətlə əsasən rahatlıq hiss etdinizmi mənə o lazımdır. Amma baxın, rahatlıq hiss etməyən uşaqlar var, onlar sadəcə yola verdilər, belə dayandılar. Mən hamınızın üzünə baxırdım, yəni hamınıza baxırdım. Belə uşaqlar, indi hər hansı bir sualınız varsa, nəsə bir çətinliyiniz varsa, buyurun suallarınızı verin, bunu mənə yetirir. Suallarınız yoxdur? Yox. Bizim səhv eləmirəmsə bir dəfəmlə görüşümüz olacaq. Onda ancaq sual-cavab halında daha çox bundan çətin strategiyalar verəcəm sizə, bundan çətin tapşırıqlar verəcəm. Və bu tapşırıqları sizə verdim ama bu tapşırıqlar tək sizinlə məhdudlaşmasın. Bu tapşırıqları siz də özünüz bu kiberbullyingə və bullyingə məruz qalan uşaqlar üzərində tətbiq edə bilirsiniz. Yaxşı mı? Bunları mən sizə əbəs yerə öyrətmirəm. Düzdür, birinci özünüz düzəlməliyik, özünüz rahatlamalıyıq. İkinci də ətrafımızda olan şəxslərə fayda verməliyik. Onun üçün də bu tapşırıqları ətrafımızda kiberbullyingə uğrayan şəxslərə öyrətməniz, belə deyəndə, yəni etdirməniz əsas məsələlərdən biridir. Belə, o zaman sağollaşıram sizinlə, görüşmək ümidiylə.